uşağın 7'si olmuş. Görmedim. Tamam. Hayırlı olsun. Dedim tam arkaya oğlum. Hayırlı olsun değil mi? Sonra Bu da. yeni Buyurun gel. Neçəliydi? İyi ya. Bir yarım. İyi yarım. Biz orada problem gördük, ona aradan kaldık. Bəli, bəli, Değil mi? doktor. Ve öz başına... Çok sağ olun. Min şükür, xeyirli olsun. Çok sağ olun. Bizim işimizin Öpürəm sizi. təməli budur. Amma elə bir ki, tək sürüm aylanma həkimlikdə. Gələn bura sürüm aylanma olmalı elə bir. Yok doktor. Tamam. Siz əvvəldən demişdiniz ki, doktor, süni məlumatına ehtiyac olmayacaq. Bu əməliyyatı eləyib, sonra öz başına qalacaq. Hələ də oldu doktor. Xeyirli olsun. O kadar iddialı danışmıyoruz normalde ama el olsun. Çok sağ olun. Afiyet olsun. Sağ olun. Afiyet olsun. Görünüp de Allah sevindirsin. Allah sizi kimi belə gözəl, savadlı həkimləri bizə çox görməsin. Biz hamilelik ki sen gelip Sungayip'te ondan sonra doğum elettirirsen. Bunu da elətdirəcəm. Yok bunu demiyorum biz. Söz verirlər. Biz bu kadar hamile elettirir insanları gelip sonra başka yere gelirler. Zarafatdır bunların hamısı. Sağ olun. Aslında bize bak Sağ olun. Azerbaycan her yerden insanlar geldi. Nəinki Azerbaycan. Çok sağ olun. Xaricdən də Azərbaycanlılar Allah gəlirlər. canını sağ olun. Onların hərəsi hamilə qalandan sonra əlbəttə ki, istədiyi yerdə təqibdə ola bilər, şeydə olur. Sadəcə ilk 12 həftə önəmlidir. İlk 12 həftə onlar elə bir yoldan keçirir. 12 həftəni tamamlayıb ondan sonra sizi harda ürəyiniz istəyir, orada təqibə göndərəcək. Yox doktor, biz 9 ay qədər burada. Allah xeyir eləsin. Doktor, dərmanların yazdırar.